Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 25 sentyabrda keçirilmiş dövlət qulluğu qəbul suallarına baxacağıq. Azərbaycan dili üzrə B1 kateqoriyası. Birinci sualda bizə deyir ki, hansı nümunələrdə cümlə üzvü olmayan fe'li sifət işlənmişdir? Cümlə üzvü olmayan fe'li sifət, yəni burada nəzərdə tutduğu kitabdır. Cümlə üzvü ilə bağlı olmayan sözdür. Oxuyanlar olimpiyadada diplom qazandılar. Oxuyanlar fe'li sifətdir və cümlə üzvüdür. Bizim idarədə həm oxuyan, həm də çalışanlar var. Oxuyan, çalışan fe'li sifətdir, yenə də cümlə üzvüdür. Ayağa qalxın, oturanlar, getməliyik. Cavabın biri 3-dür. Oturanlar fe'li sifətdir, burada xitab kimi işlənibdir. Ona görə cümlə üzvü deyil. Ona görə 3-ü götürəcəyik. Gecikənlər, siz hələ ki gözləyin. Yenə 4-də də fe'li sifət cümlə üzvü deyil. 4. 5-də deyilmiş, yəni xitab deyil, cümlə üzvüdür. Ona görə 3 ilə 4-ü götürəcəyik. Düzgün cavabımız E variantı. Gələk ikinci suala. Eyni köklü sözlərin sırasını müəyyən edin. Bildiyimiz kimi, eyni köklü sözlərin kökləri eyni nitq hissəsi olmalıdır və düzəltmə olmalıdır. A variantında bilək sadədir. B variantında yenə köklər eyni nitq hissəsi olmalıdır. Yaşantının kökü yaş, yaşlının kökü yaş, yaşarın kökü yaşdır. Amma baxın, birinin kökü isimdir, birinin kökü bellidir, ona görə götürə bilmərik. C variantını daşımağa görə götürmədik. Düzgün cavabımız B variantıdır. Əkin, əkinçi, əkinçilik. Hamısının kökləri eynidir və düzəltməlidir. Yarlıq, yarı, yarda yenə də götürə bilmərik. Yarlıqla yarının və yarda əlaqəsi yoxdur. Çünki sadə sözü dedik ki, biz eyni köklü götürə bilmərik. Üçüncü sualımız, müəyyən şəxsli cümlələrini müəyyən edin istəyir bizdən. Bildiyimiz kimi, müəyyən şəxsli cümlələrin mübtədəsi olur. Olmasa belə, biz həmin hökmə mən, sən, o, biz, siz əvəzkilərini gətirə biliriksə, yenə də müəyyən şəxslidir. Gəlin baxaq. Onun ağ saçları hər kəsin diqqətini cəlb edirdi. Biri birdir, çünki mübtədəsi var. Sanki onu yuxudan oyatdılar, xəbər üçüncü şəxsin cəmindədir. Qeyri-müəyyən şəxsli cümlədir. Bizdən isə müəyyən istəyir. Gözəl bir mənzərə idi. Burada mübtədə yox, bərpa da edə bilmirəm. Kim mənimlə həmfikirdir? Bir də 4-dür. Düzgün cavabım 1-4-dür. Bölgün sözünü kəsməzlər. Yenə də müəyyən şəxsli cümlə deyil deyə götürə bilmərik. Düzgün cavabımız 1 və 4-dür. 4. Hansı sayla ismin arasında numerativ söz işlətmək olar? Bir qədər meyvə, məsələn, bir qədər kilo meyvə deyə bilmirəm. Sonra bir çox insan, xeyli əskər, 3-4 ədəd kitab deyə bilirəm. Düzgün cavabım D variantıdır. D variantına isə yenə də gətirə bilmirəm. 5. Tərəflərindən hər ikisi ayrılıqda işlənə bilməyən sözlər vasitəsilə düzələn mürəkkəb zərf istəyir. Düzgün cavabımız D variantıdır. Dizin, yəni dizini biz ayrılıqda işlədə bilmirik. Qəmrini işlədə bilirik, açıq aydın eyni qayda ilə. Yanlış işlədə bilirik, sürsümüklə isim. Ona görə düzgün cavab deyil. Orfoqrafik cəhətdən düzgün olan söz istəyir bizdən 6-cı sualda. Hüsnü xətt bir dənə tığ olmalıdır. Yəni, tığın birini artıqdan veribdir. Sonra, dekorasiya yox, dekorasiyadır. Üzrxahlıq düzgündür. Samballı n olmalıdır. Perspektiv yox, perspektiv. 7. Ədəbi dilin hansı normaları pozulur? Zəfər döyüşümüzdə vəfat edən hər bir qəhrəmanın həzin xatirəsi qəlbimizdə əbədi iz buraxdı. Bu cümlədə zəfər döyüşündə vəfat edən yox, şəhid olan leksik normanı pozuldu burada. Qəhrəman sözünü isə səhv yazıbdır. Yazılışda səhvə yol verir. Qəhrəman olmalıdır. Demək, düzgün cavabımız yazılışda səhvə yol verirsə olacaqdır fonetik norma. Burada isə leksik normanı pozmuşdur. Düzgün cavabımız B variantıdır. 8 hər dəfə keçdiyimiz mövzulardan, yəni təkrar dediyimiz suallardan biridir. Naviqasiya sözündə vurğu İyadan əvvələ düşür. 3-cü hecanın üzərinə. İya vurğu qəbul etmir. 9-cu suala baxaq. Ədatların məna növlərini ardıcıllıqla düzəcəyik. Baxaq. Qüvvətlendirici ədat, dəqiqləşdirici, məhdudlaşdırıcı və sual ədatı. Demək, baxaq. Birinciyə, qüvvətləndiriciyə dahadır, B variantıdır. Sonra, baxaq, yenə varmı? Yoxdur, qüvvətləndirici. Baxaq 2-yə, dəqiqləşdirici ədat.
2'ye olacaq. A, əsil. 2'ye yenə varmı? Yoxdur. 3'e baxaq. Məhdudlaşdırıcı ədat. Demək, 1'i olacaq D ancaq. 1'de olacaq yalnız E. Demək 1B, 2A, 3D'ye, 4 isə olacaqdı. Sual ədatı C. Düzgün cevabımız C. 1B, 2A, 3D'ye, 4 isə C. 10. sual. Hər iki tərəfi isim olan söz birləşməsini müəyyən edin. Xeyli sayda. Sevinç hərəkət sifətli. Siz əvəzli idi. Düzgün cavabım dedi. İnsanın xəyalı, hər ikisi isimdir. Qocanın arzusu qocada sifət. 11. Antonim frazeoloji birləşmələri müəyyən edin. Can vermək, canlı boğazına yığmaq, söz almaq, söz vermək, ağız açmaq, ağzını qıfıllamaq, dil ötmək, ağzına su almaq. Dil ötmək çox danışmaqdır. Ağzına su almaq, danışmamaqdır. Bir-birinin əksidir. Ona görə düzgün cavabımız olacaq D variantı. Baxaq 12-ci suala. Həmciz tamamlıqları məstərlə ifadə olunmuş cümləyə baxaq. Sınaq geridə qaldı. Tələbə olmaq mənə nəsib olmadı. Ol, et, bil, qıl sözləri ayrıqda işlənə bilmir, birlikdə işlənəcək bunlar. Burada tamamlıq deyil, ona görə götürülür. Danışmaq gümüşdürsə, susmaq da qızıldır. Nə? Tamamlıq istədiyinə görə. Bunu da götürməyəcəm mən. C variantını. Doymaq olmur işvəsindən, nazından. Yine məndən tamamlıq istəyirdi. C-də olmaz. Oxumağa, işləməyə, oxumaq, işləmək məstərdir və həmciz tamamlıqlarda düzgün cavabımız D variantı olacaq. E variantı qaymaq ye, oymaqla dolan gəz. Yenə də burada qaymaq məstər deyil. Yəni sözün özünün şəkilçisi. Sözün özünündür, yəni orada şəkilçi deyil. Baxaq 13-cü suala. 13-cü sual. Arxların kənarlarındakı buzlar istinin təsirindən çatlayıb, üzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yığılıb kül kimi olur. Feillərlə bağlı doğru fikirləri müəyyən edək. Baxaq. Bizə deyir ki, həm təsriflənən, həm də təsriflənməyən feillər işlənmişdir. Gəlin feillərə baxaq. Nazilir feildir, çatlayıb feildir. Sonra yığılıb feildir. Təsriflənən feillər feilin şəkilləridir. Təsriflənməyənlər vəslər feili, sifət feili bağlamadır. Çatlayıb, yığılıb təsriflənməyəndir, feili bağlamadır. Bir düzgündür. Bizdən yenə doğru fikirləri istəyir. Demək, düzgün cavabımın biri birdir. Təsriflənən feillər xəbər şəklindədir. Nazilir, bəli, xəbərdə, xəbər şəklindədir. 2. Təsriflənən feillər keçmiş zamandadır. Xeyr, ırdır. Keçmiş zaman deyil. Ona görə 3 səhvdir. 3'lər olan variantı silək. 3'lər olan variantı siləndə 2 variantımız qalır. B və D. 1, 2, 5, 2, 4, 5. Demək, 1 ilə 2'ni götürmüşük. Təsriflənən feillərdən biri idi hissəciyin ixtisar olunmuşdur. Feillərdən birində idi hissəciyi ixtisar olunubdur. Nazilirdir, bəli, ixtisar olunubdur. 1, 2, 5. Təsriflənməyən feillərin hamısı təyin vəzifəsində işlənmişdir, bu səhv fikirdir. Düzgün cavabımız 1, 2, 5'dir. B variantıdır. 14. Hər dəfə deyirdim ki, ara sözün məna növlərini əzbərləyin. Əlbəttə ki, yəqinlik, təsdiq edilir. 15-ci suala baxaq. Deyir ki, evin damının lap qırağında dayanmışdıq. Sanki bütün şəhər ayağımızın altındaydı nümunəsindəki sözlərlə bağlı doğru fikirləri müəyyən edin. İşarə əvəzliyi işlənmişdir. Baxaq, işarə yoxdur. Bütün təyin əvəzlikdir. Ona görə bir səhvdir. Bir olan variantları silək. 2 variant qalır. A və C. Gəlin indi baxaq digər variantlara. Ədat və modal söz işlənmişdir. Lap ədatdır. Sanki modal sözdür. Demək, düzgün cavabımızın biri 2'dir. 3'ə baxaq. Birinci şəxsin cəmi və üçüncü şəxsin təkinin mənsubiyyə şəkilçisi qəbul edən isim işlənmişdir. Bəli, düzgündür. 4'də isə eyni zamanda həm mənsubiyyət, həm də təsirli hal şəkilçisi qəbul edən söz işlənmişdir. Mənsubiyyətlə təsirlik yox, mənsubiyyətlə evin damının yiyəlik hal var. Ona görə 4'ü siləcəyik. 4 də səhvdir. Düzgün cavabımız qalacaq A variantı. Və üçüncüyə bir də qayıdıram. Birinci şəxsin cəmi, üçüncü şəxsin təki.
Evin damının lap qırağında dayanmışdıq, biz dayanmışdıq. Birinci şəxsin cəmi, üçüncü şəxsin təkində bütün şəhər ayağımızın altında idi. Birin təki və üçün cəmi işlənibdi, yəni mənsubiyyət şəkilçisi işlənib. 2, 3, 5 düzgün cavabımız A variantı. Bu qədər yoldaşlar.